Bilirsiniz, yəni bu cür səfərləri heç bir zaman bir istiqamətlə əlaqələndirmək düzgün deyil. Yəni tam ki, elan olunsun ki, müəyyən bir iqtisadi layihə və yaxud da ki, tripi müzakirə etmək üçün gəlir. Bu ABŞ vitse-prezidenti üçün kifayət qədər mən deyərdim ki, bəlkə də onun belə bir səfəri üçün kifayət qədər daha çox məsələlər ola bilər ki, onun müzakirə olunsun. Ona görə də mən hesab edirəm ki, bu səfərin həm simvolik əhəmiyyəti kifayət qədər genişdir. Yəni ilk dəfədir ki, ABŞ vitse-prezidenti Ermənistana gəlir. Gürcüstan və Azərbaycanda əvvəlkilər olublar. Bu sırada Gürcüstan da ardıcıl olublar. Və belə olan halda əlbəttə ki, mən hesab edirəm ki, bu səfərin özünün o verdiyi mesaj, yəni hal-hazırda Rusiya və İran arasında olan coğrafiyada ABŞ vitse-prezidentinin özünü belə rahat hiss eləməsi kifayət qədər vacib bir mesajdır. Həm regionda olan qonşu ölkələr üçün, region ölkələr üçün və həmçində mən hesab edirəm ki, ABŞ-ın regionda bu qlobal proseslərdəki mövqeyini müəyyən etmək üçün və belə olan halda onun yalnız triplə bağlı və yaxud da ki, nüvə enerjisi ilə bağlı, mən bunu daha çox strateji bir məsələ hesab edərdim ki, bundan sonra regionun əməkdaşlığı, regionda ABŞ-ın əməkdaşlığı üçün olan istiqamətləri müəyyən olunması kim tərəfindən nəzarət olunacaq? Yəni, bax, Cənubi Qafqaz regionu ən azı ABŞ-da vitse-prezident səviyyəsində daim gündəlikdə saxlanılacaqdır. Bu özü çox vacib bir məqamdır və formal status baxımından bu xüsusi nümayəndəlik institutundan qat-qat yuxarıda duran bir məqamdır. Yəni bu zamana kimi biz Steve Witkoff'un adını çəkirdik. Steve Witkoff'un özünün regional səfəri yadınızdadsa biz bir il əvvəl elə Azərbaycan teleməkanında, Azərbaycan media məkanında Steve Witkoff'un təyyarəsinin Bakıda gecə saatlarında 4 saatlı yubanması məsələsi nə cür müzakirə olundu və nəyə gətirib çıxartdı? Biz bunu həmin dövrdə müzakirə etmişik və bunun nəticələrini bilirik. İndi bax, təsəvvür edin, bu dövlət idarəetmə sistemində nömrə 2 hesab olunan şəxs regiona gəlir. Ona görə də burada müzakirə olunacaq məsələlər kifayət qədər çoxdur, genişdir, stratejidir. Bundan sonra Vaşinqtonda Cənub Qafqazın olan məsələlərdə ən azı 2 nəfərin iştirakı ilə proseslərin, belə deyim də, aktiv lobbiçiliyi olacaqdır. Yəni Steve Witkoff artıq var, o oradadır və indi isə ABŞ vitse-prezidenti və bilirsiniz, son zamanlar Rusiya-Ukrayna münasibətlərində baş verən prosesləri, Amerika prezidentinin bu istiqamətdə olan o bəzi məqamlarda razı qalması, bəzi məqamlarda narazı qalması nəzərə alaraq cənab Witkoff'un proseslərə müdaxilə imkanı gələcəkdə nə cür ola bilər? Bax, bunu nəzərə alaraq mən hesab edirəm ki, Azərbaycan və Ermənistan kifayət qədər uğurlu və mən deyim, bəlkə birgə fəaliyyət quraraq belə ediblər ki, artıq ABŞ-a Ağ Evə alternativ kanallar yaradılır və bu alternativ kanallardan biri də artıq demək, ABŞ-ın vitse-prezidentidir. Aha. Burada səfər çərçivəsində əlbəttə ki, deyirik, tarixi razılıqlar da olacaq. Həm Azərbaycanla bağlı olsun, həm də Ermənistanla bağlı olsun. Vensin açıqlamasında ifadələr diqqətimi çəkir. Qeyd edir ki, ölkəmiz çox nadir hallarda texnologiya sahəsində, yəni başqa bir ölkə ilə əməkdaşlıq edir. Yəni texnologiyalarını başqa ölkələrə ötürməkdə maraqlı olur. Yəni biz bunu Ermənistanla həyata keçirmiş oluruq və Paşinyanın bir açıqlaması var ki, Ermənistan Birləşmiş Ştatlardan dronlar alıb, bu dronlar geniş əməliyyat təcrübəsinə malikdir. Yəni hərbi sahədə həm texnologiya, kəşfiyyat məlumatlarının ötürülməsi istiqamətində, müəyyən bir texnoloji avadanlıqlar istiqamətində bir razılıq məsələsi var, dronlar sahəsində əməkdaşlıq var. Yəni bugün Birləşmiş Ştatlar xüsusən də hərbi sahədə nə üçün Ermənistanla əməkdaşlıqda maraqlıdır? Burada İran senarisi üçün nəzərdə tutula bilərmi? Hesab edirəm ki, verilən mesajlar içərisində bəlkə də ən vaciblərindən biridir. Elə bu mesajdır. Yəni bu nadir hallarda Amerika Birləşmiş Ştatları texnologiya, yəni burada siz məsələn dron və sair bu hərbi müdafiə təyinatlı texnikalar bu ayrı məqam, amma innovativ bir məsələnin, innovativ bir texnologiyanın transferi bu doğrudan da çox diqqətə layiq olan bir məsələdir. Oxşar addımı ABŞ tarixi olaraq atıb, davam ki, Almaniya üçün. Yəni 2-ci Dünya müharibəsindən sonra Almaniya iqtisadiyyatını inkişaf etdirməkdən ötürü Almaniyada müəyyən elə bir texnoloji inkişafa nail olunduq və daha sonra həmin Almaniyadan olan məhsulların ABŞ bazarında satılması üçün kifayət qədər geniş şəraitlər yaradılıb. Oxşar məsələ imkan yaradılıb Yaponiya üçün, Cənubi Koreya üçün. Yəni bax, bu hansısa dünyanın hansısa bir yerində müəyyən bir inkişafa nail olması üçün mən hesab edirəm ki, Vaşinqtonun o an ən uğurlu formullarından biri müəyyən bir ölkəyə
hansısa bir kiçik bir, amma çox innovativ bir sahədə texnoloji yardım göstərmək və daha sonra öz bazarını onun üçün açmaq. Bu tarixi nümunələr vardır ki, bu istiqamətdə kifayət qədər çoxlu, belə deyim, bu hansı ölkə ABŞ bu formulanı tətbiq edibdirsə, bir müddətdən sonra həmin ölkələrin inkişafında böyük sıçrayış nümayiş olundu və tarixi misallar çəkdim. Bu 2-ci Dünya müharibəsindən sonra Almaniyadır, Yaponiyadır, Cənubi Koreyadır, Tayvandır və s. Belə olan halda sözün açığı doğrudan da Cənubi Qafqazda belə bir məsələnin olması bu özü təqdirə layiq bir haldır. İndi burada söhbət ondan gedir ki, bu yalnız Ermənistana aid olacaqdır, yoxsa ümumi Cənubi Qafqaza? Bu çox vacib olan məqamdır. Mən hal-hazırda Azərbaycanda olan səfərin nəticəsindən sonra, yəni Ermənistandan sonra Azərbaycana gəlməsi və Azərbaycanda səsləndirilən fikirlərdən sonra mən hesab edirəm ki, bu istiqamətdə bizim daha müfəssəl baxışımız olacaq məsələlərə və mən hesab edirəm ki, müəyyən qədərlə Azərbaycanla da oxşar formalı əməkdaşlıq qurula bilər, əməkdaşlıq formu qurula bilər. Çünki biz Azərbaycan bir son 2-3 ay müddətində Azərbaycandan ABŞ-a gedən nümayəndə heyətlərin sayının ən azının nazir səviyyəsində olan sayını səhvləmirəmsə bir 5 nümayəndə heyətinin getdiyini gördük və orada xüsusən də texnologiya ilə bağlı olan, cavabdeh olan, iqtisadi inkişafa cavabdeh olan müvafiq strukturların, struktur rəhbərlərinin orada olması özü kifayət qədər vacib olan mesajlar verir və mən hesab edirəm ki, Azərbaycanla da bu istiqamətdə müəyyən bir əməkdaşlıq qurmaq olacaqdır və nəzərə almaq lazımdır ki, yəni bu əməkdaşlıq o zaman baş verir ki, Ermənistan artıq hamıya Azərbaycanla müəyyən bir sülh şəraitində yaşadığını elan edib. Yəni Ermənistana qurulan investisiyaların uğurlu olması üçün mütləq müəyyən bir sülh şəraiti olması lazımdır. Bu isə Azərbaycanla müəyyən bir əlaqələrin olması deməkdir. Və belə olan halda biz doğrudan da biz görürük ki, ABŞ Cənubi Qafqaz regionuna müəyyən qədər, yəni Cənubi Qafqaz regionu yanaşması, yəni tarixi perspektivdə baxanda bu ABŞ-ın 2-ci Dünya müharibəsindən sonra Almaniyaya, Yaponiyaya, Cənubi Koreyaya, Tayvana yanaşması qədər yanaşmasıyla müqayisə oluna biləcək bir yanaşmadır və bu da bizi kifayət qədər sözün açıq məmnun edən bir məqamdır. Bu məmnun edən bir məqamdır, amma məmnun olmayan tərəflər var, başda xüsusən də Rusiya tərəfi. Rusiyanın açıqlamaları olsun, məsələn Trumpın dili ilə səsləndirilən fikir olsun, Cənubi Qafqazı xüsusən də Rusiya liderinin təsir zonası kimi təqdim edirdi bir ifadəsində əlbəttə ki. Və təsadüf deyil ki, son günlər xüsusən də Rusiya istiqamətindən postsovet ölkələrinə yönəlik açıqlamalar gəlir, yəni bizim prioritetimizdir və yaxud Ermənistana xəbərdarlıqlar var. Sizcə, yəni Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda bugün Birləşmiş Ştatlarla belə bir sıx əməkdaşlıq qurulursa, münasibətlər belə bir mərhələyə çatırsa, Kreml hansı təsir rıçaqlarını işə sala bilər? Bir qədər mövzu ilə bağlı vaxtı Azərbaycanda Cənubi Qafqazdakı güc dinamikasına bəlli olan bir sıra Amerika mütəxəssislərinin fikirlərinə, yəni intervyularına qulaq asında, yəni orada formula bəllidir. Yəni regionda siz Rusiya nə deməklə asılı olmayaraq, regionda siz reallığı dəyişirsinizsə, gec və ya tez Rusiya onunla barışır. Bax, belə bir yanaşma vardır. Mən ona görə hesab edirəm ki, hal-hazırda belə bir inan vardır ki, Rusiyanın hal-hazırda imkanları bu planların qarşısını almaq üçün bəsdir. Ümumiyyətlə, əgər indi burada çox belə maraqlı bir məqam ondan ibarətdir ki, Alensmanyan bu səfər öncəsi Rusiyaya səfər etdi, Ermənistan parlamento spikeri səfər etdi. Rusiya tərəfindən verilən mesajları bir görürük. Azərbaycanla Rusiya münasibətləri elə bir səviyyədədir ki, Azərbaycan istiqamətində olan mesajlar bu səviyyədə deyil. Amma eyni zamanda biz vaxtaşırı olaraq İranın Ermənistandakı səfirinin kifayət qədər, belə deyim də, səfir statusuna bir qədər yuxarı səslənən bəyanatlar verməsini görürük və narahatlığını görürük. Bu özü kifayət qədər vacib olan bir məqamdır. Belə olan halda doğrudan Ermənistan diplomatiyası üçün həm Rusiya, həm İran istiqamətində kifayət qədər çoxlu iş görmək lazımdır ki, baş verən proseslərdə, belə deyim, o Ermənistan diplomatiyasının özünü saldığı vəziyyətdən çıxmağa nə cür bir imkanlar olacaq onu göstərsin. Və belə olan halda əlbəttə ki, Ermənistan siyasi rəhbərliyi mən hesab etmirəm ki, bu cür təhdidlərə qarşı Azərbaycan və Türkiyənin əməkdaşlığı olmadan dözə bilsin. Yəni, əgər doğrudan da Ermənistan rəhbərliyində hesab edirlər ki, bax, belə bir addıma gedirlər və bu istiqamətdə özlərinin resursları vardır, tam prosesini nəzarət etmək, sözün açıq mən yenə edirəm, bunu Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı olmadan bu istiqamətdə belə bir addımlatmasına, Ermənistanın resursu olmasına mən inanmıram.
Eyni zamanda biz, yəni xatırlasaq, biz görürük ki, yenə Azərbaycana da vaxtilə tam ki 2008-ci ildə Dik Chen'in o zamanki ABŞ vitse-prezidentin Azərbaycan səfəri öncəsi elə həmin dövrdə Rusiyanın prezidenti artıq zəng etmişdi Azərbaycan prezidentinə. Azərbaycan prezidenti ilə bu və ya digər formada. Yəni bu bəllidir ki, ABŞ-dan bu cür yüksək mənsəbli şəxsin gəlməsi Rusiyanın da diqqətində olan bir məqamdır. Ona görə mən hesab edirəm ki, Ermənistan diplomatiyası hal-hazırda həm İran istiqamətində, həm də Rusiya istiqamətində aktiv işləməlidir. Amerika diplomatlarında belə bir inan vardır ki, yəni regionda vəziyyət Rusiyanın imkanları elə də çox deyildir ki, onlar bu planın qarşısını ala bilsinlər. Amerika özünü strateji olaraq kifayət qədər komfort zonasında hesab edir. Hətta o dərəcədə komfort zonasında hesab edir ki, fikir versiniz son bir ildə Ukrayna məsələsini hətta tamamilə Avropanın üzərinə qoymaq istəyir.